Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Xoş izləmələr. Arkadaşlar, bu mənə kameranı yuxudan durğuzub məni zorla açdırıb ki, bir dənə kameranı aç sözüm var sən. De görüm. Abi sen oyun oynamışsın. Hansı oyun? Oynamışsın. Ne var diye sümüğüm. Apardım. Hə, apardım, hə. Mən udmuşdum, hə. Yadımda. Aa, mən Allahın olsun. Vur qapazı çörəyini al əlinə. Heç mən oyun yadımdan çıxmış ya udduğum. Gözümü yumum. Ha, elbet. Gözdə onda ki yanmadı. Hediyesini Başım güzəllənər yıxılarım. Nə almısan mən üçün? Hala atma ya. Atmıram. Məktub yazıb 100%. At. At. Açım. At. Aa, aşkım, bu nədir? Atan pulunu. De Quran'ın Puludur. Aa, aşkım sen ölərəm sənsin mən. Çocukum. Sürpriz değil, oyunun puludur. Öz, nə olsun? İnan o uduzmasa da əlində olan gətirib məndən bölüşürəm. Gəl bura, gəl. Ay, duyğulandım mən. Aşkım, mən bunu götürə bilmərəm. Şərin sen yavaş. Aşkım, olmaz özüm üçün al. Əzin sana. Yox, mən götürəmərəm bunu. Küsarım. Vallahi götürəmərəm. Küsarım. Ben de küsarım. Aşkım, Quran'ın olsun Ben götürəmərəm. de küsarım, ben Granada. Aşkım, yoxdur. Ben de Granada. Sən pulundur yaxı. Mənim pulum var valla. Var da mənim pulum aşkım. Sən mən üçün hədiyyə alarsan. Gel. Aşkım, bunu götürəmər, özdə hamısını verirsən əlində olanı. İstediğin hediye var. Ne? Advent kalenderi. Onu alırsın. Ha, aşkım, valla götürəmər. çok Aşkım, mən pulum var almağa, valla var. Hem de çöğden. Valla pulum var onu almağa. Kalendarın üstüne alırsın. Sen sürprizim var. Valla var. Çəkil gözlə bir dəqiqə. Valla var. Küsarım. Neresi yine bebeğim? Həqiqətən pulum var aşkım. Şu Granada'sını küsarım. Özün sen hediye alarsan. Aşkım, axı sənə Hediyem de hədiyyə... daha yapış. Oyun oynamıştıydı. Mən bu qədər bahalı hədiyyə istəməmişdim axı səndən. Daha özün sen hediye alarsan. Yaxşı, tamam. Gəl bura, gəl. Abi şu benim sen hediyesi var. Gəl, su sıçradacaq indi üstümə. hediye mi? Bismillah. Əvvəl Qorxuram mən cəzməyin. səndən. Allahın dostu. Əvvəl Bu dolayacaq mən bunu biraz da olsa tanıyıramsa. Nə oldu? Ürəyimi sıxdı. Yaxşı. Qolundan Ama nəsə bakma, çıxartdı. bakma. Özünü sen hediye ver. Sən buradan kəliyə. Aşkım işte kapat hatı. Tutanmayacaq. Sən mənim canım xətab eləmə. Elərəm sən. Mən fədakarım. Allah'ın Ama özün sen hediye duyğulan. alarsan. Bir yerdə açarıq o advent kalenderi. Yaxşı, gəl. Oh, çox sağ ol həyatım. Əməklərimin bəhrəsinin ara sıra görürüm. Ara sıra yox, Allahın hər günü görürüm. Çünki mənim qızlarım çox ama çox akıllıdır. Ama görürsünüz arada belə şeylər də çıxır. Öləyim sən. Bir sen onda Aşkım ben 20 yüzüme çekiyordum. Hə, o da ben sen hediyeyim. advent kalenderi Yok. nə? Bir senede Hə. özüm bir tane ürək kutu alacağım. Hə. İçine de sen bilmediğim şey. Yox. Gəl onda advent mən də üstünə bundan 3 dənə qoyum. Advent kalender alım. Hə. Onu bir yerdə açıq, mən onun içindən sənə bir dənə hədiyyə verim. Necə fikirdir? Allah. Allah, çak. Çak. Hoppa. Açıyorum da. Hədiyyə. Nə də elə baxsan, uşağın əməyi var o advent kalenderdə. Aşkım ben de Gel. onu vereceğim. Aşkım götür. Ah. Evet arkadaşlar. Bəla. Biraz yemək yeyirlər. Bax yeməyi vaxtından tez yeyiblər. Demək saat 4-də yeyiblər. İndi də çıxıblar gəzməyə. İndi acıqsınlar. O nə qədər balıq. Ne balıcı bazı. O da görün baxın. O da. Görüyor musun arkadaşlar? Aman tanrım. Sizi yerim ben. Sizi indi tutup pişirip yerim ha. Yerim sizi. Yerim oğlum yerim. Ha, oraya bak. Gidiyorlar. Aa, olan başçısına bak. Siz hepiniz bentek. Gidiyor. Eşref. Məni çıxardıb O açıq bismillah. havada gəzməyə arkadaşlar xeyirdir deyə. Ayda siz hepiniz eşekçilik. Evet. Anladın mı? Evet arkadaşlar içi canlıdır. He, evvel bir canı güclə doyuzduruyorduk. Doyuzduruyorduk. Mənim Şimdi- bu gün bura gələndə iştahım açılıb. Dünənə kimi mən heç tikə belə ağzıma atıb yeyə bilmirdim ki. Səhər tutarsan. Ne yapıyorsun bismillah? Yetti bala indi düşersen kanala. Aslında balıcı da
Esnafın palaca dost arkadaşlar. Demek arkadaşlar size kurban olum. Görse ne diyeyim. Dokun ne kaşandı. Öyle mi? Aman tamam oğlum. Sen ne kadar bu yanlara yakışıyorsun. Ne gülüyorsun? Aman tanrım. Sen ne kadar bu yanlara yakışıyorsun. Meryem. Sen gün doğdu sanki oğlum, gün doğdu. Ben Şehriyar. Şimdi Yıldırım vurarım bana. Evet arkadaşlar Çay içmek istedim. gelmişiz arkadaşlar, burada dinleniyoruz. Ay Allah ne güzel saç stili, şehrin kapak sesinden fotoğrafı zadından. getireceğim. Evet kapak fotoğrafı. Şeydi, çay istedim, çay. Çay. Ne, gerek- Süfrəmizə çay gəlsin. Çay, Arkadaşlar çay çağırdım getireyim. Çay. Yo, oradan qorxuram aşkım. Niye? Orada düz çayın qırağıdır, mən qorxuram. Oradan qorxuram. Aşkım ben Leşən. senin sakalını alırım. Bakın tek. O yalası düştü yere. Yallah olsun. Şey getir. Aşkım burada... Oğlum. Məncə xəstələnərik. Getməyək. Ay gidiyorsun. Gedək restorana. Yalan değil. Çay ısmarla mənə bir dənə. Nə olar? Ata ofşun kremi burnumu dondurur. Hə, mənim də üzümü doldurur. Evet Qarmarit arkadaşlar. olacaqsın. Burada hava alıyoruz. Temiz havalar Deyirəm alıyoruz. şahın Allah'ın dostun inandıq sənə biz. Niye? Təmiz hava aldığımı. Teşekkür. Ne temiz hava değil be. Yox. 3 dəqiqədir video çəksən, 3 dəfə demisən ki, təmiz havalıq. Quran and olsun. Hamı yazsın inandıq Bilirik. şəhriyərəm. Aşako. Çakkal. Aşkım sakal doğru. Mam. Rabia. Bulamıyorsun da. Hayır abi. Size işidəcəklər. Ele eğlenmeyin. Gelin bura. Çaldılar canım. Aşkım burada saatlik eleyen aileler var. Olmaz. Mən özdə uşaqlı Ha, ailələr. uşağı yatızdırıp özü de dinlenir. Sən də hürürsən. Sen hürürsen o uşağı narahat olur. Olmaz. Aşkım. Burada yatan körpü uşaq var benim balam. Kışkırma olmaz. Eseliden. Ha, olmaz benim kızım. Sen benim büyük kızımsan. Görürüm ki maşallah. Ağıl tuta ağ çakıldan alırsın. Ulanmıram. Granondosu ulamamışım hiçbir defada. Ulanma benim balam. Ne? Ulanmay olmaz. Eseliden. Sizin zalim içinde. Ha. Ne oyun çıkardın? Artık benim de. Bravo sen de. Senden bak. Kışkı oyuna değil. Burnu değil. Oyuna sıfır güldüm. Senden klasik James Jane'den çıkar. Sen hamış dersen oğlum sen niye oyun çıkarttın? Değil mi? Ofuşta Öde şoktadır. Bir dənə söz deyim. Bunlara dedim ördək tutmaq üçün. Gel of Rabi sen bunu James Jane. Bunu Rabi'ye girə deyirəm ki, mən üçün ördək tutun. Qaçırlar ördəyə əllərini uzadırlar, çəkirlər dala. Gördüm bunlardan ördək tutan. tutacaktım. Gözleri Çıkmayacaq. Özüm tuttum, hamiş tuttum özdə biləsiniz. Bu da mənim ödrekim arkadaşlar, sen artık benimsin. Arkadaşlar ürek dedim ofuş dayan tutamayın ofuş dayan. Ofuş oyuna çırpılıp yana dayan kışkırır Özde. Papağım şey oldu, battı, paltom battı, saçım ne güne düştü ama tuttum. Hey. Savaştan çıkmışım ben elə bil. Ben seni bırakmaram. Hamısı dəli olub, hamısı şey deyirlər. Sən canı Rabia'nı görədiniz, ofuş. Neylisən ofuş, saçın üzümə düşür, ofuş papağım. Ofuş, çəkil belə neylisən. Rabia şokdaydı mən. Kaş o anı görəydiniz siz. Öldüm mü ben ofuş dayan ne olur dayan tuturam. Səndən ördək tutan çıxar, ördək tutan belə çıxır, bax. Sən mənimsən, bugün biz bir yerdə takılacağıq, getdik. Öldü. Şuralarına qışqırsan. Getdik, əsəbləşdik. Koysa. Yox. Yazık takır. Yox, At suya. nə edirəm mən, kəsib yedim bəyəm onu. At suya. Yox. Hepimizi gözü kapağıma çetin. Xəyriyər, bunu evə aparaq. Uşağı yüreği patladı. Öldü Şehriyar. öldürdü. Ağır deyə zalımın balası. Səndən qəşəng kabab çıxar. Ördək kababı. Gedək kababa. Hə? Gedək səndən qəşəngdən kabab edeyim.
Eyvah parça. Artık benim öldüreceğim bu. Ne yapıyor yani? Ne yapıyor? Öldüreceğimiz var. Orada indi siz. Orada zırlayalım seni. Dünən üzümə zılla. Aa paltova. Hani Şalvarı. yalandaysın. Aşkım sen uşağın bırak. Sen ne olursan. O doğru mu? Ay sen ay. İnandım buna. Gelme. Koy yere koy yere. Aşkım eleme. Kaç. Gelme. Gelme. Ay Allah. Ofuş aparat. Konsept verme. Elama sana karşı yazık. Yenə qucaqlar nə olar? Ofuş yazdı aparat. Da. Malik. Ofuş apır koy ne olur. Senden kaçırım koy geçti. Sən də qucaqla. Sən də qucaqla da bir dənə nə olar? Sən qucaqla. Ya düzgün Haberiydi aşkım ne arzun varsa olacak. qucaqlayın da. Aşkım oyun satma da. Qucaqla Ver da. bırakın valla batıracaksın. Ay qucaqla da. Malik Ülay Parti. Aa eledi. Ata şalvarını. Yalan deyil. Bırak. Hayatımda çok başarılı. Ağzına. Ay. Bu sadece sen üzüldün. Çıxart ağzımdan qısıram. Tiki. Bu Getir ağzına su. Cıt. Gerisi. Gerisi. İçili değil içili. Öptüm bay bay. Artık aşka kuşka olmaya devam edebilirim. İstiliydi elim yandı. Harda istedin? Hadi içili. Elim yandı. Aa ölərəm Ne ya? sən. Isı su. Gəl. Mən də əlimi istedim. Ben silva bakın. Aşkım Qurana and olsun bu qolumda muskul çıxdı ördəyi saxlamaqdan. Orada ata batıra gelir. Qorxub da yazıq neynəsin? Gəl. Dostlar bütün burada ne kadar adam vardı hamı dəli oldu da. Yani bildiğin hamı hayatın şokunu yaşadı. Mən Var dedim ördəklə Ofeliyanın buluşması. Ağlayan kim, qışqıran kim, qorxan kim, salvadan qaçan kim, otağından çıxan kim. Heç burada bir dənə qonağın uşağı var. Ördəyi buraxdım. Ördək qaçdı uşağın üstünə. Uşaq bir dənə qışqırır. Gördün sən ördəyi görübsə evlə qışqırırsan. Cəmaatı dəli elədin sən. Allah'ın olsun bu mən belə davam eləsəm var ha. Mənim uşağım Terminator olacaq. Yo Terminator olmayacaq, klon olacaq. Başdan Şoktaydım Belli yata. Saçı taşı. Adı yox, sən duranda qarnım ağrıyır, sancılanım. Gedib ördəyi tutub, ördəklə akrobat atlanıb, yerdə sürünmək. Yəni mən birinci dəfə sənin kimi adam görürəm. Sən ördəyi tutanda məni görmədin. Bir var Qurban sən olsun. uşaqla imtahan olasan, bir var uşaq sənin imtahan olub. Allah'ın olsun. Həqiqətən ördəyi tutanda məni görsəydin, sən deyərdin ki, bu uşaq getdi, öldü, yəni o dərəcə. Başım dəydi o kotecin şeyinə, şiferinə, don, belə girdim. Tutmuşum bu ofuşların biri. Bəs Yox, ördəyi tutun. Amma elə mən utancımdan qaçdım. Mən dedim vay, yağmur oldu. Mən qaçırdım, sən də ördəyin üstünə hamı da elə bilirsən ördəklə dava eləyirsən, ördək sizi qatalayır. ata təsvirlə orada belə tapdı. Deyir bura bom. Belə tutur. Deyir o tərəfə dom. Belə partladı belə baxırdım ofuşa. Sən neynirdim Şəriyən? Saçımı buna bax. Saçım belə qalmışdı. Nətər üzümü düşürdüsə ördəkləri görə bilmirdim. Belə eləyirdim buna bax. Yaxşı, təzə eləmə qızım, uşaq getdi. Dəli. Allaha qurban olun. Ördəklər dəli oldular, bir də o adamlarla ünsiyyət qurarlar la. Ola Ofeliya ilə tanış oldular. Öldün mü? Gəlin gedə yemək yeyək. Oğlum. Getməli. Oğlum psikopatım diyorum, inanmıyor musun?
İnan sana bir şapalak çekerim. Evet arkadaşlar katıkladım. O da... Elə səni ördəyin gününə salmayayım. Ay Allah mat etsə. Özgüven. Aşkım gün kimi kombin eləmişdim ciddi seriozlu. Palto manto giymişim. Pis günə düşdüm Quran Allah'ım. Uşaqlar gəlin yeməyə çıxmalı gedişirik. Uşağı kombin eləyibsə klassik. Allah'ın olsun. Hələ uşaq hamilədir bax. Xeyir olsun. Necəsiz? Təbii ki, Açsız. əladılar. Bu günü məndən açıblarsa təbii ki, əladılar. Daha Uşaqlar mənim bir üzümü, yeni bir sifətimi kəşf elədilər. Valla ham qorxurdu. Məryəm oyuna qaçır, Rabi oyuna qaçır, Məryəm oyuna qaçır, Əsnat oyuna qaçır. Mən də daldalı qaçım, gördüm cəmaət gəlir, mən də daldalı qaçım deyim, mənlə dörlər bunlar. Aman tamamım, siz ne yapıyorsunuz ya? Bütün YouTube'da Azərbaycan görür ki, mən sənənəm. Ha, qaş gizdən xeyri yoxdur. Ya piyapır olasın seni. Benim haberim yok. Bunlar Rabiənin üzündəki o qorxunu gördüm mənə baxanda. Ördəyə bunu eləyən bizə nələr eləmir. Özdə bu üst başını batırmaqdan çox qorxan biri idi axı. İlk dəfə təzə paltar geyinib bu viddə ördək dalıca düşüb, papağını, paltosunu palçıq eləyib. Day konsertdə görsün necə kompleksiz insan. aşkım kompleksiz bir qıra, sən iki canlısan mənim balam. Sən belə şeylərə diqqət eləmə yerinə tam əks elədi. Çocukum da enerjik olacaqdı. Serdi. Durmuşam. Karnım atıyor. Bizim bir şey Ha, kalmıştı. qorxutdu sizi ki, öləm, sancılanam, amma gəl Mənə ciddi çox. ördəklə buluşması. Uşağında uzanma çox olmaz, bəs gəzməsən bu başqa başa düşür. Qıza Tarzan diyor. Heyvan görəndə elə heyvanlaşır. Uşaq görəndə uşaqlaşır, böyük görəndə böyükləşir. Amma heyvana bir başqa heyvanlaşma var burada. Ya sənin içində heyvan ruhu mu var Ophelia? Heyvan belə mənim yanımda daha incə-mincə qalır. Ağzım ölüm. Mən konsert Kara milçəyi də bir dənə tut onunla da qışqıralım. tutarım ama ben Eləmə sən can dağıtma bu yanları. Evet arkadaşlar, Mican'dan ayrılıyoruz. Şehriye deyir ki sağ ollaş burayla. Elə əl eləyirsən. Şehriye deyir sağ ollaş burayla. Ben de böyle götürüp sağ ol el eləyirəm. İzləyicin gəlib gətirib uşağın Həqiqi. görüşməyə. Aa, Tutdular vaxtında. vaxtında tutdular həqiqətən. Salam əleykum. Gəldi izləyicimiz. Salam dostlar, necəsiz? Çatmışıq Bakıya, sancıdan ölür. Ağlama istəyirəm aşkım, ağlama istəyirəm. Ağlayıram bitiyorsa ağlama istəyirəm. Ördəklə Allah elə bir ki son buluşma yaşayırdılar. Ördəklə sevinç, aşk yaşayırdılar. Qurban olum Allaha. Ördək! Ördək! Özünü öldürürdün ördəklə. İndi niyə gəldin Bakıya çatdın ki sancıdan ölürsən? Sənin mədəvə qurban olmasına, sənin mədəm var ki acıysan da. Matematikten istedim. McDonald's'ın daşı düşsün mənim başıma, ölüm McDonald's'ın can rahat olsun. Mən bu Bakıya varam, bilirsən nə qədər çox istəyirəm Bakını. Nəyə görə yaşamıram burada? Mən burada yaşasam, gəlin mən yeməyim, içməyim, McDonald's'ın üstündəki olan kefsinin üstündəki olan bığlı, saqqallı dılğırıq saxlayayım, kişini saxlayayım. Üstündə McDonald's'ın yərsində arvadlarının, uşaqların yedizdirim, içizdirim. Bütün qurban Allaha. Acaba Aşkım. Bakıya girə bilmirəm qorxumdan, bərəkədən də olsun. Qorxuram. Göbüşüm ağrıyır. Birdən nəsə olar qorxuram. Heç nə olmaz. Uşaq da ördək görüb, hələ ördək sevincini yaşayır. Ölüm səncə. Anası ördəklə necə tanış oldusa, uşaq hələ o sevincini, necə deyərlər, etkisindədir. Mən özümdən aslı değildi. Bilmirəm niyə elə qışqırırdım, gülürdüm. Aa. Nasıl da öyle. Ani Ya ay kız biraz yavaş ol. Aaa şöyle. Nədir? Ördək! Nə qışqırırdın? Dəllər kimi tutmuşdun ördək əlbə, otelin bütün həyatını sən gəzdirirdin. Cəmaat da neynəsinlər? Gördülər meşəyə adam gəlib. xeyri ola axı. Ördək idi də. Aa, güldürmə, onsuz göbüşüm ağrıyır.
Yalan danışır bu uşaqlar. Bu 100% yatan yerdə bilmədən ya ayağını atıb qarnını Şür təpikləyib. mənim başıma sən Ya əlini bir də Ay görsün. yazıq, sənə kimi sən üstümə örtürəm. Bir də görürsüz səhər yatan yerdə dop bir də əlini atdı qarnının üstünə. Arada elə şeylər Kimi? edir. Oyaq olanda at əlivi. Ay səy, sənə At görə əlimi. mən yerimdə yata bilmirəm. Sənə kimi təpi yatsanım mənə. Bir ata bu nasıl At əlivi. At əlivi. At belə əlivi. Yox, mən At göstərim. yatmaq istəyən çoxdur. At. Çıxıb gedərəm, yatarım öz. Çaşdın ha. Niye ben yatmak istiyorum. Uşaqlar yanındadır. Sən niyə fasad? At əlivi. At. Belə tuturam əlini yatan Sən yerdə. matrixsaz atsan, yoxsa Spider-Man Yuxulu olmuşam, xəbərim olmayıb. 100% göbüşmə şillədən, təpikdən nəsə. Ata sen onu ofuşan yatma ser duranda Bunlara bax hələ, bunlara bax. Hər işlərində dəstək olduğum, tərəflərini tutduğum, ayaqlarını heç kəsə vermədiklərimə baxın, nətər tərəfimi tuturlar. Görürsüz, gözlərim yaşardı. Sən də demisən, bayaqdan deyirsən. Ne dedim ben? Ah, küstüm. Yazıq Mariya. Yox, sən deməmisən, sənin işin. Ben ne demişim ki? Sən də kameralara düşüb, bayaq deyirdin, ofislə yatma, ofis tək yatsın da. İyice bakın. Dışlıyırsınız Aşkım məni. neyim ay aşkım? Evet arkadaşlar, Şehriyar eminizlə mən bir komandaya bölünmüşük. Uşaqlarla Muradday bir komandaya bölünüb. Gəlmişik hal-hazırda xəstəxanaya, yoxlanışa. İndi gedirik Uziyə, bebişi görməyə. Sizə də göstərəcəm hazırsınızsa. Özüm çox heyecanlıyım. Arkadaşlar o bayaqdan həyecanlarını deyəsən Uziyə getməyəcəkdir. Çocuk özü gələcəkdir yəni. Evet. Neyim aşkım, Korkma heyecan ya. keçirdirəm də. Birincidə həkim belə Həkim dedi. deyir, Ofeliya nə olub sənə? Qorxudan danışılmır. Ve deyir normal otur, rahat otur, Buyurun, papağını her çıxart, şeyden danış. paltovu çıxart, deyir gəlmirsən oturmuşsan dimdik, tərpənmirsən. Mən danışıram elə sən stabil dayanmırsan, qıpqırmızı da qızarırsan. Arkadaşlar alışamadım daha. Nəysə, gedirik Uziyə şimdi bebişə baxmağa. Ondan sonra doktorla görüşdürəcəm sizi bizim həkimimizlə. Görək nə var, nə yox. Arkadaşlar Uzi'nin düz qabağındaymışıq. Onu da indi görürük. Və indi görüb yenə həyəcan yaptı yəni. Evet. Həyəcanlar sizinlə. Düz ultrasonun yanındadır. Evet, birinci ben öz çocuğuma bakacağım. Bak. Evet. Görürsən burada şiş əməliyyat edən həkim var. Zaman doğuşa salma. Aşkım mən olana qədər, şişənə qədər sən girdə əməliyyata. Aşkım bir sabır ol, mən ürəyim patlatma. Gördün sən adın tutulanda həkimdə özün qorxursan, özün də məni lağ eləyirsən. Bunu mən neçə ildə apara bilmirəm şişini düzəltdirsin arkadaşlar. Korktum yani. Arıklıyorum, şimdi arıklıyor. Ha, neçənci mərtəbədir bura? 4. Gəlin liftdən qalxın 4-cü mərtəbəyə. Nəcəb lifti düzlüdün? Barkodları yeyinlə barkodları. Baxil. Nə? Barkod nədir aşkım? Barkod deyit vurulandır. Baxil. Paxılları geyinin. Baxil. Baxi geyinin. Arkadaşlar uşaqları çağırır. Qapının ağzında baxi geyinin. Baxil. Le. Baxil le. Arkadaşlar uşaqlara demək istəyir ki, gəlin Uziyə baxırıq, deyir gəlin 100B-yə baxırıq. Bilə-biləyirsən. 200 USB yazıldı, USB. USM yazılıb, bu var Aşkım. orada. Bilmirəm görsən. USM. Biz maşında da elə yazırdı USB. Hə. Yo, o USB-dır, bu. Babək. Ha, nə bilirəm. Mən USB deyirəm. Sən o boyda qəzadan çıxmısan, uzilərə girmisən. Ha, uzilərə girəndə nə edirdim? USB taxdırırdım. Mən USB. Ya uzi Ağlı deyəmirsən başımdaydı. sən. Ondan qabaq əməliyyat olmusan. Qaçın. Boynunun arxasından əməliyyat olmamışsan. Amma arkadaşlar tikə-tikəyim yani içim yandırıyor. Çölümdə öz yerə. Həqiqətən tikə-tikəyim. Podnesi oxşuyuram. Hər yeri Buna bir dəfə çox kötü bir şaka yaptım arkadaşlar. Həyatımda ilk dəfə də o zarafatıma gülürdü. Çox Evet, mutluydum. evet. Kara mizah yaptım. Mən maşın sürürdüm. Döngədən reskin maşın çıxdı. Dedi, "Nə edirsən? İndi cırıq-cırıq olarıq." Mən də qayıtdım ki, aşkım sən onsuz da cırıq-cırıqsan. İlk dəfə o şakama gülmüşdü. Şimdiki kimi hatırlıyorum. Çünkü boynunun arkasından da əməliyyat olub, qarnından əməliyyat olub, dişindən yoxdur, dalağı üz yoxdur, üzün tikiblər. Yəni aşkım
Ölərəm sənsin. Ayağımdan bıçaqlayıblar. Ölərəm İşte- sənsin mən. Yazığım gəldi sənə. Kim bıçaqlayıb bana biliyor musun? Kim? Annem mənim bıçaqlamışdı. Annesini o qədər qıcıq eləyib, o Qızıqladı, qədər. gəlib bıçağı götürüb soxdu mənim ayağıma. Soxmayıb baxa, atıb O dəyib. belə atdı. Niyə? Sən necə iş verən adamsan? Ons yatıbdı. Sən necə şərtçi adamsan? Onsuz rəhmət edim. Kim dəyəcək onu? Heç kəs dəyməyəcək, amma rəhmətli haqq dünyasında da danışa bilmir. Sən də Qıcıq qoyduqca eləmə, qoysan qıcıq eləmə. üstünə. Atıb ayağına dəyib bunun bıçaq. O da əsəbləşdirib onu ona görə. Sən kimi qıcıq çocuğum olsaydı, sən kimi Arkadaşım qıcıq sən nasıl qıcıq idin? Nənəmin yumurtalarını hamısını sındırardım. Nənəmin hinduşkaların başına dırmaşıb, döyüb hinduşka. Hinduşkaların bütün altındakı yumurtaları sındırardım. Nənəmin bir dəfə yalıyordu, təndiri sındırmışam. Bir dəfə yetmə asfaltda uzandım. Cəmaatın başına oynatıb. Cücələr gəldi, şeylalar. Oh my god, my Grup şeylalar. tamamlandı arkadaşlar. Evet. Demək, çocuğun böyük bacısı Rabia Mütəlimov. Ortancı bacısı, Saçlı balaca bacısı, ən çox bununla Əsladla. böyüyəcək. Hə, bununla yola Bu söz gedəcək. verib ki, onunla Ay Allah. alarım. Ay Allah. Sən o böyüyəndə sən onun elə bil ki, ikinci annesi olacaqsan. Doktor kızlarımızı görsün yani. Doktorda yerlimiz çıxdı arkadaşlar, Evet, çok talışdı. güzel doktorumuz var. Evet. Doktorum da bunu hara aparıram, hara gedib talışır. Evet. Talışır. Aşkım, mən o həkimə özüm neçə vaxt idi baxırdım. Mən o Lənkərana gələcəm deyəndə bildim orada nəsə var. Yazıb gördüm də böyük adam. İnşallah bakmaya mantık alır. Yo, yaxşıdır. Nəysə arkadaşlar, Uziyə giriyoruz, hazır olun. Əsnafdakı öz aləmindədir. Uşaqla şeydir, atnaşenyadadır. Yüz beylik. Əşi qıdıqlanma aşkım. Əsəbləşmə oğlum sən. Arkadaşlar Ofşa, heyecanlanıyorum. ofşa həkimə yatırmışıq. Bunlar qalıb burada ofş qaçıb. Ofş həyatından qaçıb. Əsna. Ha, yine Aslı'dan. Əsnadın yenə əlləri titrəyir. Böyle Aslı'dan. Sizə halaldır da. Ofş özü yoxdur. Siz yardım. Arkadaşlar ofş çox həyəcan keçirir. Korkuyor. Çok şaşırandın oldu. Konsert görəcəyiz günlər qabaqdadır. Tasvele O ördəyin yaşadıklarını biz yaşayacağıq. Ne olacak? Ha? Ne olacak? Kim olacak? Ha, Cinsiyet tamsa. partisi yani. Ha? Cinsiyetini de öğrensek cinsiyet partisi. Yəni sizə deyilməyəcək də cinsiyyət düzdür? Yoxsa Yo deyiləcək. Ben dilim aslında kalabilir. Biz onu burada nə edirik? Onu partiyə nə edəcəksən? Partinin laydevcil ya da başka yani bunlar bilmeyecek. Məryəm vəziyyət nətərdir? Həyəcan varmı? Ağrı harda? Aşağılarda, buralarda. Özü sərbəst saxla, yaxşı. Evet, Onda arkadaşlar. uçaz gülər. Aşkım başı görün. Onun başı. Beyni de var öyle. Değil bu beyni değil. Hə, görürsün, aparacaq. Başı babuşta. Niyə? Həyəcanla. Ha, niye həyəcan var? Ora. Həyəcan. Necə, tutur, narahat ol. O sizə də göstərmiş. Hə, verədiniz 9'a bir almayacaqsan. Gözləri var, yevdi. Həyəcan, sevim, göz yaşımız. Ay duruyorsan diye benim patladı. Şimdi ileride aileler. Başına da bana bak. Ay işte aşağı onu böyle. Nerede bizim her nokta buradan at. Burada baxın, tam O zaman- burada barmağımı qoyduğum yerdə ağrı var. Burada. Sen orada atlanıp O tutup. tons olur, gərgin olur ona görə, narahat olma. Önemi yoxdur tonsun, pils olan, sən o dərman içməlisən. Sən nə köpək qızsan belə. 157 rek vurgusu. İşte orada o ses gelirdi.
Biz kulağına çıkarılmıyoruz. 5-ci aydan sonra o şey var, qulaq taxılar, ondan da eşitmək. Kategori 1.8. Burnu yeşerdi. Elə deməm şu an. Ellerini suya kaldırdı, düzlüğünü. Köşke boşa düşürüyoruz. Bunlar. Ha? Ente 1.8. 1.8. Verəcəksin, çox fərqli. Yok, hamısı verdim. O boyun ne ördeği tuttu be? Əlimi qaldırdı, bəsdir də ulardı. Mən gələndən bəymiş kimi ağlayırsan. Hələ də yuxarıdadır yəni. Yoxsa mən nə? Yok göbeğe gıdıkla verir. Hastanın adeten başkalarda elleri, ayakları yukarı olur. Ellerini düzüne yapışır. Anne beni koyuyor. Bu iki ayakları. Orada Bu da göz başladı, bu da elini üzerine tutuyor. Ona sağlıyor da ona göre. Maması sakin dursun. Aklım açık oldu. Aşkım. Özümdən nasıl deyil, quramağım da olsun. Gel ayaklarını görsene. Bak ayaklarını gördü sarı. Bu değil. Anne salda şalı. Erkek yoksa. Bak gördünüz. Anne salda şalı başında. Gördün. Ellerine bakın. Gördünüz ellerini. Evet, akvaryumda balıktır. Senin içinde zırh. Suyun içinde üzülür sağ. Benim üzerinde zırh. Beden de olacağım. O boyda ağlamağa, makyajına. Arkadaşlar heyecan bir yandan, O ağlama tadı bir yandan. girişim Ama elə vardı. bildim hardasa qurban matəmdə Çəkə bilərik. nə qədər Bu arada ağlayıblar. sizi doktorumla tanış eləyim. Gülnarə xanım, Aysmet klinikasında. Ha, doktorumuz da bayaq dediyimiz kimi yerimiz sıxdı. Kendini nasıl hissediyorsun? hissediyorum. Baxırdım. Üniversite hamiləlikdən öncə baxırdım. Meryemova. Evet arkadaşlar. Kendini nasıl? Şokdayım. Neyin şokundasan? Ağladım. Mənim gözümdən bəlkə yarım litr yaş tökülür burada. Uşağın ürək səslərini eşitdi. Bir də Uşağın ağladı. ürək səsinə Nəfəsini bir ağladı, eşitdi. nəfəsinə bir ağladı, tərpənməyinə bir ağladı. Əllərini bir... Durmayına bir ağladı. Bilirsiniz nə oldu? Mən ağlamağa başladım. Uşaq göz- Belə idi axı. Uşaq qaldı belə. Mən ağlayırdım. Burada Tsvetnoyla baxsan da, nə deyirlər ona? Başqa Dopplerdə düzdür doktor. 4D bizdə o rəngli görürsə uşağa rəngli şəkillər. O 4D 3D deməkdir. Amma bizim Doppler müayinəmiz 20-24-də olacaq. Orada o uşağı sənlə uşaq arasında o damarlar ucu baxılacaq. O Dopplerdir. Amma bu 4D şəkillərimizdə hansı ki verilir. Yəni orada gördüyünüz şəkil var da ekranda. O 4D şəkillərimizdir. 4D gördük bu gün uşaqda bir şey. gördük. Evet uşaqlar, həkim yoxlanışından çıxdıq. Neysən? Əlimdəkiləri atdım video başlayan kimi. Elə bir oğurluqdaydın. Həkim yoxlanışından çıxdıq. Gözəl yaxınlaşmaya görə, gözəl necə deyim, həqiqətən yanaşmaya görə Gülnarə doktoruma da buradan təşəkkür eləyirəm. Instagramda da səhifəsini paylaşacağam. Tez-tez doktorumu görəcəksiniz. Aysmet klinikasına da çox təşəkkür edirəm. Həm Uzi həkimi, həm Gülnarə doktor, həm heyət, hər şey həqiqətən super idi. İlk dəfə idi ki, ürəyimə yatdı həqiqətən hər şey. Bir də mən uzun müddət hər kəs uşağın neçə yaşında olduğunu, daha doğrusu neçə həftəlik olduğunu mən yaşlayıram. Neçə həftəlik olduğunu soruşur. Uşaqlar 3 ayımız tamam olub. Bu qədər müddət niyə bizə deməmisən deyəcəksən. Hər kəsdən gizlətmişəm. O da nəyə görə? Çünki mən ilk yoxlanışa gedəndə bebişin tutunamama riski var idi. Yəni ölüm riski qış var idi. Mən hətta çox ağladım, onu biləndə çox pis olmuşdum. Ona görə qərar verdim ki, 3 ay tamam olana kimi əsas risk. Bizim də xəbərimiz olmur. Hə, bunlarla məzələnirdim. Həqiqətən çox şey eləyirdim, yandırmağa başlamışdım özümü. Adam nə qədər hiss eləyirdilər də, ona görə məcbur etiraf eləməli oldum. Bu yolda da mənim mamam dəstək oldu, sağ olsun. Arkadaşlar, yəni birdən mən sizə deyərdim, sonra Allahın işini bilmək olmaz da, qalmaz da, ölərdi. Onda lap çox pis olardım. Yəni ən azından bir dənə mən bilərəm, nəsə də olsa mən bilərəm.
biter diye düşündüm. Ona görə qorxudan deyə bilmədim, amma artıq tam siz elə bir vaxtda bildiniz ki, mən də sizlə bir yerdə bebişin əlinin, ayağının, burnunun olduğunu bildim. Burnu çok qəşəng. İnşallah dişimin olar. Etmədim çox. Fındıq burun deyirlər ona. Bu arada həqiqətən mən də sizlə bir yerdə gördüm burnunu. Yəni görməmişdim ayaqlarını, əllərini. Yəni onları mən görməmişdim. Mən də. Gizlin bir dəfə getmişdim deyə çox tez-tez çıxa bilmirdim axı aradan. Ona görə mənim də bu yəni bebişi həqiqətən ilk dəfə normal görüşüm idi. Beynini gördüm, soruşum 2 vur 2 dedi 4. Ah. Bir də nə deyəcəyim? Cinsiyyətini biz öyrənmədik. Əslində uşaqlar da mən də orada dözə bilməyib öyrənəcəydik, amma öyrənmədik. Partini orqanizə eləyən şəxsə deyiləcək. Doktorun nömrəsini verəcəm ona. Partini kim orqanizə eləsə, ona cavab atılacaq. Biz özümüz də şimdilik bilmirik. Amma kim nə hiss elirsə yorumlarda yazsın. İndi videonu burada sonlandırıram. Sabahki videonu bekleyin. Sabahki bölümü bekleyin. Videomuzu beğendirirse Kanalımıza abone olup like atıp yorum yazmayı unutmayın. Maçı